nahiyəsində soyuğun təsirindən həmin nahiyəyə gələn qan damarları daralmağa başlayır. Qan damarlarının daralması isə həmin nahiyəyə qanın az gedib çıxmasına və nəticədə qanla daşınan immun sistem hüceyrələrinin də az gedib çıxmasına səbəb olur. Digər tərəfdən də soyuq digər yerli immun sistemi hüceyrələrinin də fəaliyyətini poza bilər. Nəticədə, əgər həmin nahiyədə müxtəlif virus və ya bakteriyalar varsa, hansı ki onların xəstəlik törətmə potensialı var, üstəgəl də biz soyuq bir şey yesək, bu nahiyədəki qan damarlarının daralması və yerli olaraq immun sistemin həmin nahiyədə zəifləməsi nəticəsində orada həqiqətən də bir iltihabi prosesin başlaması mümkündür. Bu halda, yəni boğazımız şişəcək və yaxud da el arasında deyildiyi kimi boğazımız gələcək. Bəs hətta belə bir maraqlı bir tədqiqat da aparılmışdır 1968-ci ildə Britaniyada. Norovirus deyilən virus vardır. Bu virus normalda tənəffüs yollarının xəstəliyini yuxarı